Bismillah, başlayaq 7-ci sinifdən 2-ci və 3-cü dərsimizə. Deməli, 7-ci sinifdə 2-ci və 3-cü dərs bir yerdədir. Yəni bu mövzu 2 saatlıq mövzudur və bu dərsimiz memarlıq üslubları adlanır. Bu dərsdə memarlıq üslubları haqqında öyrənəcəyik. Memarlıq üslublarının xüsusiyyətləri, hansı memarlıq abidələri, hansı memarlıq üslublarına aiddir, hansı memarlıq üslubları var, onlar haqqında öyrənəcəyik və bu memarlıq üslubları əsasən Avropa ölkələrində yaranmış memarlıq üslubları haqqındadır. Biri var Azərbaycanın memarlıq məktəbləri, o Azərbaycana aiddir. O heç bir də var memarlıq üslubları. Memarlıq üslubları artıq Avropa ölkələrinə aid bir mövzudur. Və bizə burada dərslikdə belə bir nümunə verilibdir. İncəsənətə dair dialoq hissəsində hansı memarlıq abidələri ölkələrin yaxud şəhərlərin rəmzi, yəni simvolu sayılır? Gəlin baxaq. Deməli, Çin səddi. Ekranda gördüyümüz Çin səddidir. Çin səddi Çində yerləşir və Çinin simvoludur. Çin səddi. Parfenon məbədi Yunanistanda yerləşir və Yunanistanın simvoludur. Bəli, Parfenon məbədi Yunanistanın paytaxtı Afinada yerləşir və Yunanistanın simvoludur. Parfenon məbədi Yunanistan, Afina. Deməli, Müqəddəs Pyotr meydanı Vatikanda yerləşir. Vatikanın simvoludur, rəmzidir. Müqəddəs Pyotr meydanı Vatikanda yerləşir. Baxın, Müqəddəs Pyotr meydanı budur. Müqəddəs Pyotr meydanı, Vatikan. Bəli, Müqəddəs Pyotr meydanı Vatikanda yerləşir. Bu isə daş bloklar adlanan bir nümunə verilibdir dərslikdə. Daş bloklar İngiltərəyə aiddir. Bu isə İngiltərəyə aiddir. Dərslikdə sadəcə şəkilləri verilibdir. Mən hansının hara aid olduğunu burada qeyd eləmişəm. İngiltərə daş bloklar, bəli, bu da İngiltərəyə aid bir daş bloklardır verilibdir dərslikdə. Və Kreml sarayı Rusiyada, Moskvada yerləşir. Kreml sarayı, məşhur Kreml sarayı, Rusiya, Moskva. Kreml sarayı isə, məşhur Kreml sarayı isə Rusiyanın paytaxtı Moskvada yerləşir və Moskvanın simvoludur, Moskvanın rəmzidir bu Kreml sarayı. Və nəhayət gəldik Eyfel qülləsinə. Məşhur Eyfel qülləsi isə Fransanın paytaxtı Parisdə yerləşir və Fransanın, Parisin simvoludur, rəmzidir. Və deməli, burada dərslikdə verilmiş bütün memarlıq abidələrinin adını qeyd elədik. Deməli, birinci Çin səddidir, ikinci Parfenon məbədidir, üçüncü İngiltərədə yerləşən daş bloklardır, dördüncü Vatikanda yerləşən Müqəddəs Pyotr meydanıdır, Vatikanda yerləşən Müqəddəs Pyotr meydanı. Sonra 5-ci Kreml sarayıdır, Rusiyada, Moskvada yerləşən, 6-cı, sonuncu Eyfel gülləsidir, Fransada, Parisdə yerləşən. Bu memarlıq abidələrimizi öyrəndik, hansı harada yerləşir və hansı ölkənin, dövlətin simvoludur. Bu hissəmiz bitdi. Burada da qeyd eləmişəm. Hansı memarlıq abidələri ölkələrin yaxud şəhərlərin rəmzi simvolu sayılır, onları dedik. Məsələn, Qız qalası bizim simvolumuzdur, yəni Azərbaycanın, Bakının simvoludur. Eyfel qülləsi Fransanın, Parisin simvoludur. Eyfel qülləsi Fransanın, Parisin simvoludur. Kolizey abidəsi Romanın, İtaliyanın simvoludur. Qədim Romanın simvoludur Kolizey abidəsi. Məsələn, Tac Mahal məqbərəsi, Tac Mahal türbəsi Hindistanın simvoludur. Kreml sarayı Rusiyanın, Moskvanın simvoludur və s. Və hər bir memarlıq abidəsi yerləşdiyi ölkədən asılı olaraq həmin o ölkəni dünyada təmsil edir və dünyada tanıdır. Məsələn, Qız qalasını görəndə Azərbaycan yada düşür. Eyfel gülləsini görəndə Fransa, Paris yada düşür. Kolizey abidəsini görəndə qədim Roma yada düşür. Tac Mahal məqbərəsini görəndə Hindistan nəzərdə yada düşür. Yəni Tac Mahal məqbərəsi isə Hindistana, belə deyim də, Hindistanı dünyada simvolizə edir. Dünyada Hindistanın simvoludur Tac Mahal məqbərəsi. Sonra Kreml sarayı Rusiyanı simvolizə edir. Rusiyanın dünyadakı simvoludur və s.
Hər xalqın, hər dövlətin, hər şəhərin özünə məxsus memarlıq abidəsi onu bütün dünyada tanıdır. Bəli, hər xalqın, hər dövlətin, hər şəhərin özünə məxsus memarlıq abidəsi onu bütün dünyada tanıdır. Məsələn, Azərbaycanı dünyada tanıdan ən məşhur memarlıq abidəsi hansıdır? Qız Qalasıdır. Nə bilim, Qız Qalasıdır, Möminə Xatun türbəsidir, elə Şəki xan sarayının özü də Azərbaycanı dünyada tanıdan memarlıq abidələrindəndir. İndi gəlin baxaq görək memarlıq üslubu nədir? Ümumiyyətlə memarlıqda üslub deyəndə tikintinin üslubu, görüntüsü nəzərdə tutulur. Yəni yəni tikili memarlıq abidəsi hansı üslubda tikilibdir, o nəzərdə tutulur və hər memarlıq abidəsinin də özünə məxsus belə deyim də üslubu var. Görünüş olaraq hər bir memarlıq abidəsi, hər bir tikili bir-birindən fərqlənir. Məsələn, eyni üslubda olan memarlıq abidələri, məsələn, gotik üslubda olan memarlıq abidələri bir-birinə bənzəyir. Məsələn, Notre Dame kilsəsi ilə, məsələn, İsmailiyyə sarayı görünüş olaraq bir-birinə bənzəyir, çünki eyni üslubdadır. Yəni memarlıq üslubu dedikdə bunlar nəzərdə tutulur. Müxtəlif tikililərin bir-birinə bənzəməsi nəzərdə tutulur. Eyni üslubda olan memarlıq abidələri əsasən xarici görünüşünə görə, tikinti xüsusiyyətlərinə görə bir-birinə bənzəyir. Memarlıq üslubu dedikdə bunlar nəzərdə tutulur. İndi gəlin baxaq görək hansı memarlıq üslublarımız var və həmin memarlıq üslublarının hansı xüsusiyyətləri var. Məsələn, ekranda gördüyümüz antik memarlıq üslubudur. Bəli, antik memarlıq üslubu. İlk memarlıq üslubu antik memarlıq üslubudur. Bizim eradan əvvəl yaranıbdır. Bizim eradan əvvəl 5-ci əsrdə yaranıbdır. Bizim eranın 8-ci əsrinə qədər davam edibdir. Bizim eradan əvvəl deməli 5-ci əsrdə yaranıb, bizim eranın 8-ci əsrinə qədər davam edibdir antik memarlıq üslubu və antik memarlıq üslubu yaranıbdır qədim Yunanistanda və qədim Romada. Qədim Yunanistan və qədim Romada yaranıbdır antik memarlıq üslubu. Və antik memarlıq üslubunun, belə deyim də, antik memarlıq üslubunun xüsusiyyətləri hansılardır? Antik memarlıq üslubunda enli gövdəli sütunlar bir-birinə yaxın məsafədə yerləşdirilir. Bəli, enli gövdəli sütunlar antik memarlıq üslubunda bir-birinə yaxın məsafədə yerləşdirilir. Enli gövdəli sütunlar bir-birinə yaxın məsafədə yerləşdirilirsə, deməli bu antik memarlıq üslubuna aiddir. Və qədim Yunanistanda yerləşən, Yunanistanın paytaxtı Afinada yerləşən qədim Parfenon məbədi buna bir nümunədir. Yəni Parfenon məbədi antik memarlıq üslubuna aiddir və Parfenon məbədində nə var? Sütunlar var. Enli gövdəli sütunlar burada bir-birinə yaxın məsafədə yerləşdirilibdir. Bəli, Parfenon məbədində enli gövdəli sütunlar bir-birinə yaxın məsafədə yerləşdirilibdir. Deməli, Parfenon məbədi hansı memarlıq üslubuna aid oldu? Antik memarlıq üslubuna aid oldu. Bəli, Parfenon məbədi antik memarlıq üslubuna aiddir. Antik memarlıq üslubunun xüsusiyyətləri enli gövdəli sütunların bir-birinə yaxın məsafədə yerləşdirilməsidir. Bu da Parfenon məbədinin sxemidir. Antik üslub Parfenon məbədi bizim eradan əvvəl 447-438-ci illərdə tikilibdir. Parfenon məbədi bizim eradan əvvəl 447-438-ci illərdə tikilibdir. 447-438-ci illərdə tikilibdir. Yəni bu deməkdir, Parfenon məbədi öyrəndiyimiz, belə deyim də, abidələr arasında ən qədimidir demək olar. Çünki bizim eradan əvvəl tikilibdir və Yunanistanda Afinada yerləşir. Bəli, bu da bizim Parfenon məbədimizdir. Diqqətlə baxaq Parfenon məbədinə. Qədim Yunanistanda yerləşir. Yunanistanın paytaxtı Afina şəhərində yerləşir və Yunanistanın paytaxtı Afina şəhərində yerləşir Parfenon məbədi və antik memarlıq üslubuna aiddir. Bizim eradan əvvəl tikilibdir. Bizim eradan əvvəl 447-438-ci illərdə tikilibdir. Ən qədim memarlıq abidələrindən biridir. Çünki bizim eradan əvvəl tikilibdir. Antik memarlıq üslubu getdi. Burada da antik memarlıq üslubu haqqında konspekt hazırlamışam. Onu özünüz oxuyarsınız. Ümumiyyətlə, antik sözünün mənası isə qədim deməkdir.
Deməli, antik memarlıq üslubu nə oldu? Antik memarlıq üslubu bizim eradan əvvəl 5-ci əsrdə yaranıb, bizim eranın 8-ci əsrinə qədər davam eləyibdi. Yaranıbdı qədim Yunanistanla qədim Romada. Antik memarlıq üslubunun xüsusiyyətləri enli gövdəli sütunların bir-birinə yaxın məsafədə yerləşdirilməsidir. Antik memarlıq üslubuna aiddir. Qədim Yunanistanda yerləşən, Yunanistanın paytaxtı Afinada yerləşən məşhur Parfenon məbədi. Parfenon məbədi enli gövdəli sütunlardan ibarətdir və bu sütunlar da Dorik sütunlarıdır. Bəli, Dorik sütunlarına aid edilir. Parfenon məbədinin sütunları, Dorik sütunları nədir keçmişik, bilirik Dorik sütunları haqqında artıq və Parfenon məbədi bizim eradan əvvəl tikilibdir. 438-ci illərdə, bəli, 447-438-ci illərdə tikilibdir Parfenon məbədi. Antik sözünün mənası isə qədim deməkdir. İndi keçək növbəti memarlıq üslubumuza. Növbəti memarlıq üslubumuz isə Bizans memarlıq üslubudur. Birinci gəldi antik memarlıq üslubu, ondan sonra gəlir Bizans memarlıq üslubu. Bizans memarlıq üslubuna isə aiddir Türkiyənin İstanbul şəhərində yerləşən məşhur Ayasofya məbədi. Bəli, Ayasofya məbədi Bizans memarlıq üslubuna aiddir. Deməli, ekranda gördüyümüz Ayasofya məbədi hansı memarlıq üslubuna aiddir? Bizans memarlıq üslubuna aiddir. Bizans memarlıq üslubu deməli 6-cı əsrdə yaranıbdır. Deməli, Bizans memarlıq üslubu 6-cı əsrdə yaranıbdır. Bizans imperiyası zamanı yaranıbdır. Ona görə də Bizans memarlıq üslubu adlanır. Bizans memarlıq üslubu yaranıbdır 6-cı əsrdə. Bizans imperiyasının zamanında yaranıbdır və Türkiyənin İstanbul şəhərində yerləşən məşhur Ayasofya məbədi, Ayasofya məscidi Bizans memarlıq üslubuna aiddir. Nəyə görə Bizans memarlıq üslubuna aiddir Ayasofya? Çünki Bizans imperiyasının zamanında tikilibdir Ayasofya. Ona görə də Bizans memarlıq üslubuna aiddir və Bizans memarlıq üslubunun xüsusiyyətləri, məsələn, dini amillər hiss olunur, incə bədii gözəllik var bu üslubda. Deməli, incə bədii gözəllik var, həddən artıq təmtəraq var və dini amillər var Bizans memarlıq üslubunda. Bəli, Bizans memarlıq üslubunda deməli, incə bədii gözəllik, həddən artıq təmtəraq və dini amillər hiss olunur. Bəli, Bizans memarlıq üslubunda incə bədii gözəllik, həddən artıq təmtəraq və dini amillər hiss olunur Bizans memarlıq üslubunda. Bir də Bizans memarlıq üslubunda olan memarlıq abidələrində əsasən günbəz var. Bəli, günbəz deməli hansı memarlıq üslubuna aid oldu? Bizans memarlıq üslubuna aid oldu. Bəli, günbəz Bizans memarlıq üslubundadır. Məsələn, Ayasofyanın dam örtüyü günbəz adlanır. Baxın, Ayasofyanın həmən bu dam örtüyü günbəz adlanır. Silindrik forma üzərində, belə deyim də, silindrik forma üzərində olan günbəz hansı üslubda oldu? Bizans memarlıq üslubunda oldu. İndi Ayasofya haqqında da deməli qısa məlumat verim. Ayasofya məbədi Bizans imperiyasının zamanında tikilibdir. 6-cı əsrdə tikilibdir. Deməli, yəni 532-537-ci illərdə tikilibdir. Bizans imperatoru Justinianın əmri ilə tikilibdir və Türkiyənin İstanbul şəhərində yerləşir Ayasofya məbədi və yaxud da Ayasofya məscidi. Türkiyənin İstanbul şəhərində yerləşir. Məbəd olaraq tikilibdir. Bir müddət kilsə olaraq fəaliyyət göstərib, sonra muzey olaraq fəaliyyət göstərib, hal-hazırda da məscid olaraq fəaliyyət göstərir. Yəni Ayasofya hal-hazırda məscid olaraq fəaliyyət göstərir və Bizans memarlıq üslubuna aiddir. Bəli. Bu da Ayasofya haqqında qısa məlumat. Ayasofya məscidi, Türkiyə, İstanbul, Bizans memarlıq üslubu. Bu da bizim Ayasofyamız oldu. Bizans üslubu Müqəddəs Sofiya məbədi də deyilir. Bəli, Ayasofyanın digər adı Müqəddəs Sofiya məbədi adlanır həm də. Yəni Ayasofya məbədi də deyə bilərik, Müqəddəs Sofiyanın məbədi də deyə bilərik. Müqəddəs Sofiya
məbədi və yaxud da Ayasofya məbədi eyni şeydir. Ayasofyanın digər adı Müqəddəs Sofiya məbədidir. İstanbul Ayasofya məscidi Türkiyə 532-537-ci illər. 532-537-ci illər isə Ayasofyanın tikilmə tarixidir. Bizans imperiyası zamanı, yəni 6-cı əsrə aiddir. Ayasofyanın tikintisi 6-cı əsrdə tikilibdir. 532-537-ci illər 6-cı əsr eləyir. Elə Bizans memarlıq üslubunun özü də 6-cı əsrdə yaranıbdır. Aha, bu da Ayasofya oldu Bizans memarlıq üslubunda. Bizans memarlıq üslubunda burada konspektimiz var. Yəni Bizans memarlıq üslubu haqqında burada konspekt hazırlamışam. Bunu da özünüz oxuyarsınız. Bizans memarlıq üslubunu öyrənmə planına sonra baxasıyıq aşağıda. Sonra gəldik növbəti memarlıq üslubumuz Roman memarlıq üslubudur. Gəlin baxaq Roman memarlıq üslubunda nə var, nə yox. Roman memarlıq üslubu isə belə deyim də 3-cü memarlıq üslubudur sayca və Roman memarlıq üslubu yaranıbdır qədim Romada. Qədim Romada yaranıbdır Roman memarlıq üslubu və təxminən 10-cu 12-ci əsrləri əhatə edir. 10-cu və 12-ci əsrləri əhatə edir. 10-cu 12-ci əsrləri əhatə edir Roman memarlıq üslubu. Və Roman memarlıq üslubunda taxt şəkilli formada qapı və pəncərə oyuqları var. Baxın, Roman memarlıq üslubunda taxt şəkilli formada qapı və pəncərə oyuqları var. Taxt şəkilli formada, baxın, tağ deyəndə bu yarım dairəvi quruluş var ha memarlıqda tikilidə, o nəzərdə tutulur. Bəli, taxt şəkilli formada qapı və pəncərə oyuqları var. Taxt şəkilli formada qapı və pəncərə oyuqlarının olması Roman memarlıq üslubuna aiddir. Roman memarlıq üslubuna aiddir və ekranda gördüyümüz memarlıq abidəsi Pizan kilsəsidir. Roman memarlıq üslubuna aid olan Pizan kilsəsidir. Pizan kilsəsidir və həmin bu Pizan kilsəsi də İtaliyada yerləşir. Bəli. Roman memarlıq üslubuna aid olan Pizan kilsəsi İtaliyada yerləşir. Aha. Ekranda gördüyümüz Roman memarlıq üslubuna aid olan Pizan kilsəsidir və Pizan kilsəsi də İtaliyada yerləşir və bu da Pizan kilsəsinin arxasında olan məşhur Pizza gülləsidir. Əyilmiş güllə deyirlər. Bax, həmən bu güllə, həmən bu Pizan kilsəsinin düz arxa hissəsindədir, arxasındadır. Əyilmiş güllə deyirlər. Belə deyim də, məşhur memarlıq abidələrindən biridir əyilmiş vəziyyətinə görə. Bəli, Pizza gülləsi də elə Pizan kilsəsinin arxa hissəsindədir. Bəli, deməli, Roman memarlıq üslubu yaranıbdır qədim Romada 10-cu 12-ci əsrlərdə əsasən və İtaliyada yerləşən məşhur Pizan kilsəsi Roman memarlıq üslubuna aiddir. Roman memarlıq üslubunda nə var? Taxt şəkilli formada qapı və pəncərə oyuqları var. Tağ da nə deməkdir? Memarlıqda tikilidə olan yarım dairəvi quruluşdur. Tağ adlanır və bu tağlar həm də körpülərdə filanda olur. Məsələn, Xudafərin körpülərində tağlar keçmişdik. Bax, tağ həm də odur. Yəni, tağlara həm memarlıqda rast gəlirik, həm də körpülərdə rast gəlirik. Bu da Pizan kilsəsi. İtaliyada yerləşən məşhur Pizan kilsəsi Roman memarlıq üslubuna aiddir. Roman memarlıq üslubu getdi. Burada da yenə Roman memarlıq üslubu haqqında konspekt var, oxuyarsınız bunu da özünüz. Sonra gəldik Roman memarlıq üslubuna. Sonra gələn növbəti memarlıq üslubumuz gotik memarlıq üslubudur. Gotik memarlıq üslubuna isə aiddir. Aha, bu ekranda gördüyümüz məşhur memarlıq abidəsi gotik memarlıq üslubuna aiddir. Gotik memarlıq üslubu nədir? Gotik memarlıq üslubu Avropa ölkələrində yaranıbdır. Gotik memarlıq üslubu harda yaranıbdır? Avropa ölkələrində yaranıbdır. Bəli. Gotik memarlıq üslubu yaranıbdır. Avropa ölkələrində yaranıbdır. Təxminən 12-ci 16-cı əsrləri əhatə edir. Yəni, yaranması 12-ci 16-cı əsr olaraq götürülür. 12-ci 16-cı əsrləri əhatə edir yaranması. Və gotik üslubunun yaranması dedik Avropa ölkələrinə aiddir. Burada Avropa ölkələri dedikdə əsasən Fransa nəzərdə tutulur. Bəli, yaranması Avropa ölkələri də əsasən də Fransa hesab olunur. Deməli, gotik üslubu yaranıbdır təxminən 12-ci 16-cı əsrlərdə.
12-ci, 16-cı əsrlərdə. Gotik memarlıq üslubu yaranıbdır 12-ci, 16-cı əsrlərdə və gotik memarlıq üslubunun əsas xüsusiyyətləri deməli, yuxarıya doğru ucaldılmış güllələrdir, tağlardır. Yəni, gotik memarlıq üslubunda bir hündürlük var, yuxarıya doğru ucalan bir üslubdur. Yəni, diqqətlə baxsaz, burada pəncərələrdir, güllələrdir, hamısı yuxarıya doğru uzanır və gotik memarlıq üslubu bir tərtibat üslubu olaraq məşhurdur. Yəni, bir tərtibat üslubu olaraq digər üslublardan seçilir və burada əlvan vitrajlardan istifadə olunur. Yəni, gotik üslubda hər şey hündürdür. Hündür tağlar, hündür güllələr, yuxarıya doğru ucalan bir üslubdur. Əlvan vitrajlardan istifadə olunur. Tərtibat üslubu olaraq digər üslublardan fərqlənir və s. Bu gotik memarlıq üslubuna aid olan xüsusiyyətlərdir, əsas xüsusiyyətlərdir. Bəli, nisbətən uzadılmış tağlardır, sütunlardır, pəncərələrdir, nazik və hündür güllələrdir, fasadın zəngin oyma detallarla, əlvan vitrajlarla bəzədilməsi, bunlar hamısı gotik memarlıq üslubuna aiddir və bir tərtibat üslubu olaraq da digər üslublardan fərqlənir. Və Fransanın paytaxtı Parisdə yerləşən məşhur Notre-Dame kilsəsi, Fransanın paytaxtı Parisdə yerləşən məşhur Notre-Dame kilsəsi gotik memarlıq üslubuna aiddir. Gotik memarlıq üslubuna aiddir. Bəli, ekranda gördüyümüz Fransanın paytaxtı Parisdə yerləşən məşhur Notre-Dame kilsəsidir. Həmin bu Notre-Dame kilsəsi gotik memarlıq üslubuna aiddir. Gotik memarlıq üslubuna aiddir. Fransanın paytaxtı Parisdə yerləşən Notre-Dame kilsəsi. Azərbaycanda yerləşən, məsələn, məşhur İsmailiyyə sarayı da gotik üslubdadır. Məsələn, Azərbaycanda yerləşən məşhur İsmailiyyə sarayıdır. Memar Yosif Ploşkonun yaratdığı, sonra Sadət sarayıdır. Bunlar da gotik üslubda olan memarlıq abidələridir. Onları da Yosif Ploşko mövzusunda keçəsiyik. Memar Yosif Ploşkoda qeyd edəsiyəm onları. Deməli, Bakıda yerləşən məşhur İsmailiyyə sarayıdır, Sadət sarayıdır. Onlar da gotik memarlıq üslubuna aiddir. Bunları da ayrıca olaraq öyrənəsiyik. Azərbaycanda gotik üslubda olan memarlıq abidələri haqqında. Sonra gəldik, gotik memarlıq üslubu getdi. Gotik memarlıq üslubu haqqında məncə başqa heç nə qalmadı. İndi keçək, növbəti memarlıq üslubumuz intibah memarlıq üslubu və ya Renesans memarlıq üslubu. İntibah memarlıq üslubu, bu da Avropa ölkələrində yaranıbdır əsasən. İntibah memarlıq üslubu da yaranıbdır əsasən Avropa ölkələrində yaranıbdır və əhatə edir 15-17-ci əsrləri əsasən 15-17-ci əsrləri əhatə edir. 15-ci, 17-ci əsrləri əhatə edir intibah memarlıq üslubu və ya Renesans memarlıq üslubu. İntibah dövrünün digər adı Renesans dövrüdür. Deməli, intibah memarlıq üslubunda nə var, nə yox, gəlin baxaq. Dedik, intibah memarlıq üslubu yaranıbdır Avropa ölkələrində. 15-17-ci əsrləri əhatə edir və intibah memarlıq üslubuna aiddir İtaliyada yerləşən Müqəddəs Mariyanın Çiçəyi kilsəsi. Müqəddəs Mariyanın Çiçəyi kilsəsi. Bəli, Müqəddəs Mariyanın Çiçəyi kilsəsi intibah memarlıq üslubuna aiddir. Müqəddəs Mariyanın Çiçəyi kilsəsi İtaliyada yerləşən Müqəddəs Mariyanın Çiçəyi kilsəsi intibah memarlıq üslubuna aiddir. İntibah memarlıq üslubuna aiddir. Bəli, ekranda gördüyümüz memarlıq abidəsi Müqəddəs Mariyanın Çiçəyi kilsəsi adlanır. Müqəddəs Mariyanın Çiçəyi kilsəsi adlanır. Müqəddəs Mariyanın Çiçəyi kilsəsi adlanır. İtaliyada yerləşir. İtaliyada yerləşir. İtaliyada yerləşir. İtaliyanın simvoludur. İtaliyada yerləşir və intibah memarlıq üslubuna aiddir. İntibah memarlıq üslubuna aiddir. Və intibah memarlıq üslubunda nə var, nə yox, gəlin ona baxaq. İntibah memarlıq üslubunda açar sözlər olaraq simmetriya, asimmetriya var. Yəni, bu üslubda asimmetrik cizgilər dəyişdirilmişdir. Yarım günbəzlərdən istifadə olunmuşdur. Yəni, belə deyək də, deməli,
Bu dövrdə antik dəyərlər dirçələrək yenidən inkişaf edibdir. İntibah dövründə antik dəyərlər dirçələrək yenidən inkişaf edibdir. Antik memarlıqda olduğu kimi bu dövrdə də simmetriya, nisbət həndəsə və digər əsas qaydalara xüsusi əhəmiyyət verilirdi. Yəni simmetriya, asimmetriya, açar sözləri intibah memarlığı üslubuna aiddir. Bu dövrdə orta əsr binalarına xas olan mürəkkəb və asimmetrik cizgilər dəyişdirilərək bu dövrdə, yəni intibah dövründə orta əsr binalarına xas olan mürəkkəb və asimmetrik cizgilər dəyişdirilərək sütunlar nizamlı yerləşdirilmiş, tağlar qövsvari, günbəz isə yarımkürə şəklində verilmişdir. Bəli, tağlar qövsvari, günbəz isə yarımkürə şəklində verilmişdir. Günbəz isə yarım kürə şəklində verilmişdir. Baxın, ekranda gördüyümüz Müqəddəs Mariyanın çiçəyi kilsəsində nə var? Günbəz var. Günbəzi hansı formadadır? Yarım kürə şəklindədir. Bəli. Ümumiyyətlə günbəz həm Ayasofyada oldu, yəni həm Bizans memarlığı üslubunda oldu, həm də intibah memarlığı üslubunda günbəzə rast gəldik. Bax, bütöv günbəzdirsə Ayasofyadadır, yəni Bizans memarlıq üslubundadır. Yox, yarım günbəz deyirsə, yarım kürə şəklində olan günbəz deyirsə, artıq bu intibah memarlıq üslubuna aid olur. Yarım kürə şəklində günbəz isə Müqəddəs Mariyanın çiçəyi kilsəsinin dam örtüyüdür. Baxın, yarım kürə şəklindədir günbəzi. Bəli, günbəz həm Ayasofyada oldu, həm də Müqəddəs Mariyanın çiçəyi kilsəsində oldu. Ayasofyada bütövdür, amma burada yarım kürə şəklindədir. Bəli, Müqəddəs Mariyanın çiçəyi kilsəsində günbəz yarım kürə şəklində verilmişdir. Günbəz yarım kürə şəklində verilmişdir. Bu da intibah memarlıq üslubu haqqında məlumat. Bir də nə deyəsiydim? Notre Dame kilsəsinin digər adı Müqəddəs Məryəm Ana kilsəsi adlanır həm də. Yəni Notre Dame kilsəsi də deyə bilərik, Müqəddəs Məryəm Ana kilsəsi də deyə bilərik. Müqəddəs Məryəm Ana kilsəsi, Notre Dame kilsəsi eyni şeydir. Bəli, Notre Dame kilsəsinin digər adı nə oldu? Müqəddəs Məryəm Ana kilsəsi, Müqəddəs Məryəm Ana kilsəsi, Müqəddəs Məryəm Ana kilsəsi dedikdə Notre Dame kilsəsi nəzərdə tutulur. Bunlar da gotik üslubdadır. İntibah memarlıq üslubunu dedik. Başqa nə qaldı? İntibah memarlıq üslubu ilə bağlı. Bir də intibah dövründə yaşayıb yaratmış hansı məşhur rəssamları və memarları tanıyırsınız? Deməli, intibah üslubunda belə bir sual verilibdir dərslikdə. Deməli, intibah dövründə yaşayıb yaratmış hansı məşhur rəssamları və memarları tanıyırsınız? Leonardo da Vinci'dir, Michelangelo Buonarroti'dir, Rafael Santi'dir, Albrecht Dürer'dir, Memar Sinan'dır, Donatello'dur və s. Sonra gəldik növbəti memarlıq üslubumuz Baroko memarlıq üslubudur. Baroko memarlıq üslubunda da görürsünüz yarım kürə şəklində günbəz verilibdir. Yarım kürə şəklində günbəz baroko memarlıq üslubunda da verilibdir. Ekranda gördüyümüz abidə memarlıq abidəsi Vatikanda yerləşir. Müqəddəs Pyotr kilsəsidir, baroko üslubunda olan. Bəli, Müqəddəs Pyotr kilsəsi Vatikanda yerləşir. Müqəddəs Pyotr kilsəsi. Baxın, Müqəddəs Pyotr kilsəsi dedik, Vatikanda yerləşir. Müqəddəs Pyotr meydanı da harada yerləşir? Vatikanda yerləşir. Deməli, Müqəddəs Pyotr kilsəsidir, Müqəddəs Pyotr meydanı, hər ikisi də Vatikanda yerləşir. Bəli, Müqəddəs Pyotr kilsəsi baroko memarlıq üslubuna aiddir. Bəli, baroko memarlıq üslubuna aiddir. Ekranda gördüyümüz Müqəddəs Pyotr kilsəsi, Müqəddəs Pyotr kilsəsi baroko memarlıq üslubuna aiddir. Vatikanda yerləşir. Bəli, Vatikanda yerləşən Müqəddəs Pyotr kilsəsi baroko memarlıq üslubuna aiddir. Və bu Müqəddəs Pyotr kilsəsində Michelangelo'nun məşhur əsəri olan Pieta heykəli saxlanılır. Yəni Michelangelo Pieta heykəlini həmin bu kilsə üçün yaratmışdı. Müqəddəs Pyotr kilsəsi üçün yaratmışdı. Vatikanda yerləşən və hal-hazırda da Michelangelo'nun məşhur Pieta heykəli, Pietası məhz burada saxlanılır. Bəli, Müqəddəs Pyotr kilsəsindədir, Vatikanda yerləşən.
Bu belə getdi. Baroko üslubunda nə var, nə yox ona baxaq. Baroko üslubu təmtəraqlı bir üslubdur. Burada belə deyim də, zəngin dekorasiya var, monumentallıq var, möhtəşəmlik var. Bəli, baroko üslubunda nə var? Monumentallıq var, möhtəşəmlik var, dəbdəbə var, təmtəraq var baroko üslubunda. Baroko üslubunda monumentallıq, möhtəşəmlik var. Baroko üslubunda nə var? Monumentallıq və möhtəşəmlik var. Yəni dəbdəbəli bir üslubdur baroko üslubu. Sonra gəldik sonuncu üslubumuz. Bir də baroko üslubu, baroko üslubu da əsasən yaranıbdır. Deməli, İtaliyada yaranıbdır baroko üslubu. İtaliyada yaranıbdır və əsasən baroko üslubu əhatə edir. Deməli, 16-17-ci əsrləri. Bəli, baroko üslubu əhatə edir. 16-cı, 17-ci əsrləri İtaliyada yaranıbdır. Əsasən baroko memarlıq üslubu. Sonra gəldik sonuncu üslub olan rokoko memarlıq üslubu. Baroko memarlıq üslubunu sonradan rokoko memarlıq üslubu əvəz edibdir. Rokoko memarlıq üslubu isə yaranıbdır Fransada 18-ci əsrdə. Bəli, rokoko memarlıq üslubu yaranıbdır 18-ci əsrdə Fransada yaranıbdır. Bəli, rokoko memarlıq üslubu yaranıbdır 18-ci əsrdə Fransada yaranıbdır 18-ci əsrdə. Rokoko memarlıq üslubu yaranıb Fransada 18-ci əsrdə. Və ekranda gördüyümüz məşhur Versal sarayı rokoko memarlıq üslubuna aiddir. Bəli, ekranda gördüyümüz məşhur Versal sarayı, Versal sarayı rokoko memarlıq üslubuna aiddir. Rokoko memarlıq üslubuna aiddir. Və bu Versal sarayı da Fransanın paytaxtı Parisdə yerləşir. Ekranda gördüyümüz məşhur Versal sarayı Fransanın paytaxtı Parisdə yerləşir. Bəli, Versal sarayı Fransada, Parisdə yerləşir. Fransada, Parisdə deməli yerləşir Versal sarayı, Eyfel gülləsi, Louvre muzeyi, Zəfər tağı. Bunlar hamısı Fransada, Parisdə yerləşir və Fransada, Parisdə yerləşən məşhur Versal sarayı rokoko memarlıq üslubuna aiddir. Rokoko memarlıq üslubuna aiddir Versal sarayı. Rokoko memarlıq üslubunda isə sadəlik var, zəriflik var. Rokoko memarlıq üslubunda nə var? Sadəlik və zəriflik var. Bəli, rokoko memarlıq üslubunda zəriflik, sadəlik və incəlik var. Bəli, rokoko memarlıq üslubunda isə baroko memarlıq üslubundan fərqli olaraq incəlik var, zəriflik var və sadəlik var. Rokoko memarlıq üslubunda baroko memarlıq üslubundan fərqli olaraq incəlik var, zəriflik var və sadəlik var. İncəlik, zəriflik və sadəlik rokoko memarlıq üslubuna aiddir. Möhtəşəmlik, dəbdəbə, təntənə, monumentallıq isə baroko memarlıq üslubuna aiddir. Yəni, baroko memarlıq üslubu rokoko memarlıq üslubundan dəbdəbəlidir. Amma rokoko memarlıq üslubu sadədir. Başqa nə qaldı? Burada da yazmışam. Baroko üslubu üçün monumentallıq və möhtəşəmlik səciyyəvi olduğu halda, rokoko üslubu üçün incəlik və zəriflik əsas sayılırdı. Rokoko üslubu üçün incəlik və zəriflik əsas sayılırdı. Bu da rokoko memarlıq üslubuna aid olan Versal sarayı oldu. İndi gəldik, deməli, memarlıq üslublarının xronoloji ardıcılığına baxaq. Antik memarlıq üslubudur. Birinci antik memarlıq üslubudur. İkinci Bizans memarlıq üslubudur. Üçüncü Roman memarlıq üslubudur. Dördüncü Gotik memarlıq üslubudur. Beşinci İntibah memarlıq üslubudur. 6-cı baroko memarlıq üslubudur. 7-ci sonuncu rokoko memarlıq üslubudur. Toplam 7 dənə memarlıq üslubu öyrənirik və bu memarlıq üslublarını biz təkcə memarlıqda öyrənmirik. Bundan sonra geyimlərdə, interyerdə, mebeldə belə bu üslubları öyrənəsiyik. Yəni, bu üslubları həm memarlıqda öyrənirik, həm interyerdə, həm mebeldə, həm də geyimlərdə öyrənirik. Yəni, müxtəlif sahələrdə bu üslubları öyrənəsiyik. Deməli, memarlıq üslublarının xronoloji
xronoloji ardıcıllığı bu oldu. Antik, Bizans, Roman, Gotik, İntibah, Baroko, Rokoko. Antik, Bizans, Roman, Gotik, İntibah, Baroko, Rokoko memarlıq üslublarının xronoloji ardıcıllığıdır, yaranma ardıcıllığıdır və buna mütləq əzbər bilməliyik. Yaranma ardıcıllığının xronoloji ardıcıllığını əzbər bilmək lazımdır. Deməli, birinci antik üslubdur, sonra Bizans, sonra Roman, Romandan sonra Gotikdir, Gotikdən sonra İntibahdır, İntibahdan sonra Barokodur, Barokodan sonra Rokokodur. Aha, indi gəlin öyrənmə planına baxaq. Aha, öyrənmə planı, memarlıq üslublarını öyrənmə planına baxaq. Memarlıq üslubu nədir? Memarlıq üslubu tikintinin, belə deyim də, özəl xüsusiyyətləridir. Yəni, tikintinin görünüşüdür. Yəni, eyni üslubda olan tikillər, məsələn, bir-birinə bənzəyir. Fərqli üslubda olan tikillər bir-birindən fərqlənir. Memarlıq üslubu budur. Memarlıq üslubu bizə hansı məlumatları verir? Memarlıq üslubu bizə hansı məlumatları verir? Həmin memarlıq abidəsinin tikildiyi dövr haqqında məlumat verir. Bəli, memarlıq abidəsinin tikildiyi dövr haqqında məlumat verir. Memarlıq abidəsinin aid olduğu ölkənin tarixi haqqında, adət-ənənəsi haqqında, əhalisinin həyat tərzi haqqında, dini görüşlər haqqında məlumatlar verir. Memarlıq üslubunun inkişafı əsasən nədən asılıdır? Memarlıq üslubunun inkişafı əsasən nədən asılıdır? Yerləşdiyi, yarandığı coğrafi mövqeydən asılıdır, iqlim şəraitindən asılıdır, yarandığı coğrafi mövqeyin dini görüşlərindən, dünya görüşündən asılıdır. Memarlıq üslubu nəyin inkişafını izləməyə imkan verir? Memarlıq üslubu nəyin inkişafını izləməyə imkan verir? Memarlığın inkişafını izləməyə imkan verir. Memarlıq üslubu nəyin inkişafını izləməyə imkan verir? Memarlığın inkişafını izləməyə imkan verir. Yəni, memarlıq üslubu sayəsində memarlığın inkişafını izləmək olur. Antik sözünün mənşəyi və mənası nədir? Antik sözü qədim deməkdir. Antik sözün mənası qədim deməkdir. Antik memarlıq üslubu neçənci əsrləri əhatə edir? Antik memarlıq üslubu bizim eradan əvvəl yaranmış bir üslubdur. Bizim eradan əvvəl yaranıbdır 5-ci əsrdə, bizim eradan əvvəl 5-ci əsr, bizim eranın 8-ci əsri. Bəli, yəni deməli antik memarlıq üslubu neçənci əsrləri əhatə etdi? Bizim eradan əvvəl 5-ci əsr, bizim eranın 8-ci əsrinə qədər bir dövrü əhatə edir. Antik memarlıq üslubu bizim eradan əvvəl 5-ci əsr, bizim eranın 8-ci əsri. Sonra gəldik, antik memarlıq üslubu ilk dəfə harada yaranıbdır? Antik memarlıq üslubu ilk dəfə harada yaranıbdır? Qədim Yunanistan və Qədim Romada yaranıbdır. Qədim Yunanistanla Qədim Romada yaranıbdır bizim eradan əvvəl. Bəli. Antik memarlıq üslubu ilk dəfə harada yaranıbdır? Bizim eradan əvvəl 5-ci əsrdə Qədim Yunanistanla Qədim Romada yaranıbdır. Hansı memarlıq üslubunda enli gövdəli sütunlar bir-birinə yaxın məsafədə yerləşdirilir? Hansı memarlıq üslubunda enli gövdəli sütunlar bir-birinə yaxın məsafədə yerləşdirilir? Bəli, hansı memarlıq üslubunda enli gövdəli sütunlar bir-birinə yaxın məsafədə yerləşdirilir? Antik memarlıq üslubunda. Bəli, antik memarlıq üslubunda dedik, enli gövdəli sütunlar bir-birinə yaxın məsafədə yerləşdirilir. Buna misal olaraq da Parfenon məbədini göstərdik. Antik memarlıq üslubuna aid olan memarlıq abidəsi hansıdır? Antik memarlıq üslubuna aid olan memarlıq abidəsi hansıdır? Parfenon məbədidir. Qədim Yunanistanda, Afinada yerləşən məşhur Parfenon məbədidir. Bəli, Parfenon məbədi antik memarlıq üslubuna aiddir. Parfenon məbədi hansı memarlıq üslubuna aiddir? Parfenon məbədi hansı memarlıq üslubuna aiddir? Antik memarlıq üslubuna aiddir. Parfenon məbədi hansı ölkədə yerləşir? Parfenon məbədi hansı ölkədə yerləşir? Qədim Yunanistanda, Afinada yerləşir. Bəli, deməli, Parfenon məbədi hansı ölkədə yerləşir dedik? Qədim Yunanistanın paytaxtı Afinada yerləşir. Qədim Yunanistanda yerləşir. Qədim Yunanistanda, Afinada Parfenon məbədi yerləşir. Parfenon məbədi nə zaman tikilmişdir? Bizim eradan əvvəl tikilmişdir. Parfenon məbədi bizim eradan əvvəl 447
438-ci illərdə tikilmişdir təxminən, yəni bizim eradan əvvəl tikilmişdir. 447-438-ci illərdə. 14-cü sualımıza baxaq. Antik memarlıq üslubunun xüsusiyyətləri dedik, enli gövdəli sütunların bir-birinə yaxın məsafədə yerləşdirilməsidir. Sonra belə bir vəhdətdə memarlıqda ağırlıq və əzəmət hissi yaradırdı. Sonra gəldik, başqa nə qaldı? Bizans memarlıq üslubu neçənci əsrdə və harada yaranmışdır? Bizans memarlıq üslubu neçənci əsrdə və harada yaranmışdır? Bizans memarlıq üslubu Bizans imperiyasında yaranıbdı, 6-cı əsrdə yaranıbdı. Hansı memarlıq üslubunda incə bədii gözəllik, həddən artıq təmtəraq və dini amillər hiss olunur? Hansı memarlıq üslubunda incə bədii gözəllik, həddən artıq təmtəraq və dini amillər hiss olunur. Bizans memarlıq üslubunda. Bəli, Bizans memarlıq üslubunda dedik, incə bədii gözəllik, həddən artıq təmtəraq və dini amillər hiss olunur Bizans memarlıq üslubunda. Sonra gəldik 17-ci sualımıza baxaq. Hansı memarlıq üslubunun ən mühüm elementlərindən biri silindrik forma üzərində olan günbəzdir? Hansı memarlıq üslubunun ən mühüm elementlərindən biri silindrik forma üzərində olan günbəzdir. Silindrik forma üzərində olan günbəz Bizans memarlıq üslubuna aiddir. Bəli. Silindrik forma üzərində olan günbəz Bizans memarlıq üslubuna aiddir. Sonra gəldik 18-ci sualımıza baxaq. Bizans memarlıq üslubuna aid olan memarlıq abidəsi hansıdır? Bizans memarlıq üslubuna aid olan memarlıq abidəsi hansıdır? Ayasofya məbədidir, Ayasofya məscididir. Bizans memarlıq üslubuna aid olan abidə Ayasofyadır. Məşhur Ayasofya məbədi hansı memarlıq üslubuna aiddir? Məşhur Ayasofya məbədi hansı memarlıq üslubuna aiddir? Ayasofya hansı memarlıq üslubuna aiddir? Bizans memarlıq üslubuna aiddir. Çünki Bizans imperiyasının zamanında tikilibdir. Məşhur Ayasofya məbədi harada yerləşir? Məşhur Ayasofya məbədi və ya da Ayasofya məscidi harada yerləşir? Türkiyənin İstanbul şəhərində yerləşir. Ayasofya. Məşhur Ayasofya məbədi neçənci illərdə tikilmişdir? Ayasofya məbədi neçənci illərdə tikilmişdir? 532-537-ci illərdə tikilmişdir. 532-537-ci illərdə tikilmişdir. Bəli, məşhur Ayasofya məbədi neçənci əsrdə tikilmişdir? 6-cı əsrdə tikilmişdir. Ayasofya məbədi və ya Ayasofya məscidi neçənci əsrdə tikilmişdir? 6-cı əsrdə tikilmişdir. Deməli, Ayasofya il olaraq tikilibdir 532-537-ci illərdə. Əsr olaraq tikilibdir 6-cı əsrdə. Yəni 532-537-ci illər 6-cı əsr eləyir. Bəli, 6-cı əsrdə tikilibdir Ayasofya məbədi. 6-cı əsrdə tikilibdir Ayasofya məbədi. Deməli, məşhur Ayasofya məbədi hansı dövlətin zamanında tikilmişdir? Bizans imperiyasının zamanında tikildiyi üçün Bizans memarlıq üslubuna aiddir. Məşhur Ayasofya məbədinin digər adı nədir? Məşhur Ayasofya məbədinin digər adı nədir? Ayasofya məbədinin digər adı Müqəddəs Sofya məbədidir. Məşhur Ayasofya hazırda necə fəaliyyət göstərir? Məscid olaraq fəaliyyət göstərir. Ümumiyyətlə, Ayasofya məbəd olaraq tikilib, sonra bir müddət kilsə olaraq fəaliyyət göstərib, sonra muzey olaraq fəaliyyət göstərib, indi də hal-hazırda məscid olaraq fəaliyyət göstərir. Bizans memarlıq üslubunun xüsusiyyətləri incə bədii gözəllik, həddən artıq təmtəraq və dini amillər hiss olunur. Bir də silindrik forma üzərində olan günbəz Bizans memarlıq üslubuna aiddir. 27-ci sualımıza baxırıq. Roman memarlıq üslubu neçənci əsrlərdə və harada yaranıbdır? Roman memarlıq üslubu qədim Romada yaranıbdır
və 10-cu 12-ci əsrləri əhatə edir. Yaranması 10-cu 12-ci əsrlərə aid edilir. Əsasən 10-cu 12-ci əsrlər qədim Romada yaranıbdır roman memarlıq üslubu. Hansı memarlıq üslubunun ən səciyyəvi elementləri tağ şəkilli formada qapı və pəncərə oyuqlarının olmasıdır? Hansı memarlıq üslubunun ən səciyyəvi elementləri tağ şəkilli formada qapı və pəncərə oyuqlarının olmasıdır? Tağ şəkilli formada qapı və pəncərə oyuqlarının olmasıdır. Tağ şəkilli formada qapı və pəncərə oyuqlarının olması roman memarlıq üslubuna aiddir. Roman memarlıq üslubuna aiddir. Elə günümüzdə də bir çox yeni tikilən evlərə baxsaq, qapı və pəncərələrin üzəri tağ şəkilli formadadır. Yəni yarım dairəvi formadadır. Yarım dairəvi quruluş olaraq tikilir. Bax elə bunun özü günümüzdə tikilən bir çox müasir evlərin, yeni evlərin çoxu elə roman memarlıq üslubunda tikilir demək olar. Çünki tağ şəkilli formada qapı və pəncərə oyuqlarının olması roman memarlıq üslubuna aiddir. Roman memarlıq üslubuna aiddir. Sonra növbəti sualımıza baxaq. 29-cu sualımız roman memarlıq üslubuna aid olan memarlıq abidəsi hansıdır? Pizan kilsəsidir. İtaliyada yerləşən Pizan kilsəsidir. Bəli, roman memarlıq üslubuna aid olan memarlıq abidəsi hansıdır? Pizan kilsəsidir. İtaliyada yerləşən Pizan kilsəsidir. İtaliyada yerləşən Pizan kilsəsi hansı memarlıq üslubuna aiddir? Roman memarlıq üslubuna aiddir. İtaliyada yerləşən Pizan kilsəsi hansı memarlıq üslubuna aiddir? Roman memarlıq üslubuna aiddir. Roman memarlıq üslubunun xüsusiyyətləri tağ şəkilli formada qapı və pəncərə oyuqlarının olmasıdır. Roman memarlıq üslubunun xüsusiyyətləri hansılar oldu? Tağ şəkilli formada qapı və pəncərə oyuqlarının olması. Tağ şəkilli formada qapı və pəncərə oyuqlarının olması roman memarlıq üslubuna aiddir. Gotik üslubu neçənci əsrlərdə və harada yaranıbdır? Gotik üslubu təxminən 12-ci 16-cı əsrlərdə Avropa ölkələrində yaranıbdır. 12-ci 16-cı əsrlərdə Avropa ölkələrində yaranıbdır. Deməli, hansı memarlıq üslubunun əsas ideyası yuxarıya doğru ucalmaqdır? Hansı memarlıq üslubunun əsas ideyası yuxarıya doğru ucalmaqdır? Bax, suala diqqətlə baxaq. Deyir, hansı memarlıq üslubunun əsas ideyası yuxarıya doğru ucalmaqdır. Yuxarıya doğru ucalmaqdır. Bəli, yuxarıya doğru ucalan memarlıq üslubu gotik memarlıq üslubudur. Gotik memarlıq üslubudur. Bəli, yuxarıya doğru ucalan üslub, memarlıq üslubu, yuxarıya doğru ucalan memarlıq üslubu gotik memarlıq üslubudur. Hansı memarlıq üslubunda nisbətən uzadılmış tağ, sütun və pəncərələr? Nisbətən uzadılmış tağ, sütun və pəncərələr. Nazik və hündür güllələr. Nazik və hündür güllələr. Nazik və hündür güllələr. Fasadın zəngin oyma detallarla, əlvan vitrajlarla bəzədilməsi, onu fərqləndirən cəhətlərdəndir. Bütün bunlar gotik memarlıq üslubuna aiddir. Bəli, nazik və hündür güllələr. Nazik və hündür güllələrdir. Vitrajlarla bəzədilmədir. Nə bilim, nisbətən uzadılmış tağdır, sütundur və pəncərələrdir. Bunlar hamısı gotik memarlıq üslubuna aiddir. 35-ci suala baxaq. Hansı memarlıq üslubu digər üslublardan fərqli olaraq memarlıqda bir tərtibat üslubu kimi daha çox diqqəti cəlb edir? Hansı memarlıq üslubu digər üslublardan fərqli olaraq memarlıqda bir tərtibat üslubu kimi daha çox diqqəti cəlb edir? Gotik memarlıq üslubudur bu. Bəli, tərtibat üslubu kimi diqqəti daha çox cəlb edir gotik memarlıq üslubu. Gotik memarlıq üslubuna aid olan memarlıq abidəsi. Gotik memarlıq üslubuna aid olan memarlıq abidəsi Notre Dame kilsəsidir. Fransanın paytaxtı Parisdə yerləşən məşhur Notre Dame kilsəsi gotik memarlıq üslubuna aiddir. Məşhur Notre Dame kilsəsi hansı memarlıq üslubuna aiddir? Məşhur Notre Dame kilsəsi hansı memarlıq üslubuna aiddir? Gotik memarlıq üslubuna aiddir. Gotik memarlıq üslubuna aiddir Notre Dame kilsəsi. Məşhur Notre Dame kilsəsi harada yerləşir? Məşhur Notre Dame kilsəsi harada yerləşir? Fransanın paytaxtı Parisdə yerləşir.
Məşhur Notre Dame kilsəsi nə zaman tikilmişdir? Məşhur Notre Dame kilsəsi təxminən tikilmişdir 12-ci əsrlərdə. Ümumiyyətlə Notre Dame kilsəsinin tikintisi uzun sürmüşdür, təxminən 12-ci əsrdir. Bu əlavə məlumatdır, bu heç. Sonra gəldik nədir? 40-cı suala baxırıq. Notre Dame kilsəsinin digər adı nədir? Notre Dame kilsəsinin digər adı nədir? Notre Dame kilsəsinin digər adı nədir? Müqəddəs Məryəm Ana kilsəsi. Bəli, Notre Dame kilsəsinin digər adı nədir? Müqəddəs Məryəm Ana kilsəsi. Müqəddəs Məryəm Ana kilsəsi. Bəli, Müqəddəs Məryəm Ana kilsəsi dedikdə Notre Dame kilsəsi nəzərdə tutulur. Çünki Notre Dame kilsəsinin digər adı Müqəddəs Məryəm Ana kilsəsidir. Müqəddəs Məryəm Ana kilsəsidir. Müqəddəs Məryəm Ana kilsəsidir. Müqəddəs Məryəm Ana kilsəsi və yaxud da Notre Dame kilsəsi eyni şeydir. Yəni eyni memarlıq abidəsidir. 41-ci suala baxaq. Gotik memarlıq üslubunun xüsusiyyətlərini dedik. Bir tərtibat üslubu kimi digər üslublardan fərqlənir. Hündür güllələr, nazik və hündür güllələrdir. Yuxarıya doğru ucalan bir üslubdur. Nisbətən uzadılmış sütunlardır, tağlardır, pəncərələrdir. Bunlar hamısı gotik üsluba aiddir. Əlvan vitrajlarla, zəngin oyma detallarla bəzədilməsi filan hamısı gotik memarlıq üslubuna aiddir. İntibah memarlıq üslubu neçənci əsrlərdə və harada yaranmışdır? İntibah memarlıq üslubu da Avropa ölkələrində yaranıbdır. Avropa ölkələrində yaranıbdır. Əsasən 15-17-ci əsrləri əhatə edir. Əsasən 15-17-ci əsrlər Avropa ölkələrində yaranıbdır. 15-17-ci əsrlərdə Avropa ölkələrində əsasən yaranıbdır. Sonra gəldik. Başqa nə deyir? İntibah memarlıq üslubunun neçənci əsrdə harada yarandığını dedik. Dedik, Avropa ölkələrində 15-17-ci əsrlərdə yaranıbdır. İntibah memarlıq üslubunun digər adı nədir? Renesans üslubu. Çünki intibah dövrünün digər adı nə idi? Renesans dövrü. Ona görə intibah memarlıq üslubunun digər adı da nə olur? Renesans memarlıq üslubu olur. Yəni, Renesans memarlıq üslubu dedikdə intibah memarlıq üslubunu götürürük. Hansı memarlıq üslubunda antik dəyərlərin dirçələrək yenidən inkişaf etməsi nəzərdə tutulur? Antik dəyərlərin dirçələrək yenidən inkişaf etməsi nəzərdə tutulur intibah memarlıq üslubunda. Çünki intibah sözünün mənası yenidən doğulma deməkdir. Bəli, antik dəyərlərin dirçələrək yenidən inkişaf etməsi deməli intibah memarlıq üslubuna aiddir. İntibah memarlıq üslubuna aiddir. Antik dəyərlərin dirçələrək yenidən inkişaf etməsi intibah memarlıq üslubuna aiddir. Hansı memarlıq üslubunda antik memarlıqda olduğu kimi bu dövrdə də simmetriya, nisbət, həndəsə və digər əsas qaydalara xüsusi əhəmiyyət verilirdi? Hansı memarlıq üslubunda antik memarlıqda olduğu kimi bu dövrdə də simmetriya, nisbət, həndəsə və digər əsas qaydalara xüsusi əhəmiyyət verilirdi intibah memarlıq üslubunda. İntibah üslubunda ümumiyyətlə simmetriya, asimmetriya sözü harda varsa, deməli intibah memarlıq üslubundan söhbət gedir. Yəni simmetriya və asimmetriya açar sözləri intibah memarlıq üslubundadır. Antik dəyərlərin dirçəlməsi də intibah memarlıq üslubuna aiddir. Sonra gəldik, bu dövrdə orta əsr binalarına xas olan mürəkkəb və asimmetrik cizgilər dəyişdirilərək sütunlar nizamlı yerləşdirilmiş, tağlar gövsüvari, günbəz isə yarımkürə şəklində verilmişdir. Bu da intibah memarlıq üslubuna aiddir. Asimmetrik cizgilərdir, simmetriyadır, asimmetriyadır dedik. Sonra günbəz yarımkürə şəklində verilibsə, tağlar gövsüvaridirsə, bütün bunlar intibah memarlıq üslubuna aiddir. İntibah memarlıq üslubunun xüsusiyyətləridir. Bəli, intibah memarlıq üslubunda nələr oldu? Antik dəyərlərin dirçəlməsi, antik dəyərlərin deməli yenidən inkişaf edərək dirçəlməsi, simmetriya, asimmetriya anlayışları, sonra tağ şəkli, belə deyim də, yarımkürə şəklində tağlar, yarımkürə şəklində günbəzlər, yarımkürə şəklində günbəzlər, bütün bunlar hamısı aid oldu intibah memarlıq üslubuna. İntibah memarlıq üslubuna aid oldu. Bu açar sözləri yadda saxlayaq. Deməli, antik dəyərlərin dirçəlməsi, simmetriya, asimmetriya, yarımkürə şəklində günbəzin olması, tağların gövsüvari yerləşdirilməsi, bütün bunlar intibah memarlıq üslubuna aiddir.
47-ci sualımıza baxaq. İtaliyada yerləşən Müqəddəs Mariyanın Çiçəyi kilsəsi hansı memarlıq üslubuna aiddir? İtaliyada yerləşən Müqəddəs Mariyanın Çiçəyi kilsəsi hansı memarlıq üslubuna aiddir? İntibah memarlıq üslubuna aiddir. İntibah memarlıq üslubunun xüsusiyyətlərini dedik az öncə. Simmetriya, asimmetriya, günbəzin yarımkürə şəklində verilməsi, günbəzin yarımkürə şəklində verilməsi, bu da günbəzin yarımkürə şəklində verilməsi, tağların gövsvarı yerləşdirilməsi, antik dəyərlərin dirçələrək yenidən inkişaf etməsi kimi xüsusiyyətləri var intibah memarlıq üslubunda. 49-cu sualımıza baxırıq. Baroko memarlıq üslubu neçənci əsrlərdə və harada yaranıbdır? Baroko memarlıq üslubu yaranıbdır, əsasən İtaliyada yaranıbdır. 16-17-ci əsrləri əhatə edir yaranması əsasən. 16-17-ci əsrlər, 16-17-ci əsrlər İtaliyada yaranıbdır baroko memarlıq üslubu. Deməli, baroko memarlıq üslubu neçənci əsrlərdə və harada yarandı? İtaliyada 16-17-ci əsrlərdə. Müxtəlif bəzək elementləri, dəbdəbəli naxışlar, parlaq rənglər, təmtəraqlı formalar hansı üslubu fərqləndirən cəhətlərdir? Müxtəlif bəzək elementləri, dəbdəbəli naxışlar, parlaq rənglər, təmtəraqlı formalar və təmtəraqlı formalar hansı üslubu fərqləndirən cəhətlərdir? Baroko üslubunu fərqləndirən cəhətlərdir. Dedik, baroko üslubunda nə var? Dəbdəbə var, təmtəraq var, bəzək var, parlaq rənglər var. Bütün bunlar hamısı baroko üslubuna aiddir. Bəli, müxtəlif bəzək elementləri, dəbdəbəli naxışlar, parlaq rənglər, təmtəraqlı formalar hansı üslubu fərqləndirən cəhətlərdir? Baroko memarlıq üslubunu fərqləndirən cəhətlərdir. Bəli. Təmtəraq, dəbdəbə, parlaq rənglər baroko memarlıq üslubuna aiddir. Sonra gəldik 51-ci sualımıza baxaq. Vatikanda yerləşən Müqəddəs Pyotr kilsəsi hansı memarlıq üslubuna aiddir? Vatikanda yerləşən Müqəddəs Pyotr kilsəsi hansı memarlıq üslubuna aiddir? Baroko memarlıq üslubuna aiddir. Bəli, Vatikanda yerləşən Müqəddəs Pyotr kilsəsi. Müqəddəs Pyotr kilsəsi baroko memarlıq üslubuna aiddir. Baroko memarlıq üslubuna aid oldu. Vatikanda yerləşən Müqəddəs Pyotr kilsəsi. 52-ci suala baxaq. Michelangelo'nun Pieta heykəli hansı memarlıq üslubunda olan kilsədə yerləşir? Aha, nə deyir bizə burada? Deyir, Michelangelo'nun Pieta heykəli hansı memarlıq üslubunda olan kilsədə yerləşir? Hansı memarlıq üslubunda olan kilsədə yerləşir? Sualı bir daha deyirəm. Deyir, Michelangelo'nun Pieta heykəli hansı memarlıq üslubunda olan kilsədə yerləşir? Baroko memarlıq üslubunda olan kilsədə yerləşir. Baroko memarlıq üslubunda olan kilsədə yerləşir. Michelangelo'nun məşhur Pieta heykəli, Pieta əsəri. Bəli, deməli, hardan bildik baroko üslubunda olan kilsədə yerləşir? Çünki həmin kilsə Müqəddəs Pyotr kilsəsidir. Bəli, baroko üslubunda olan kilsə Müqəddəs Pyotr kilsəsidir. Müqəddəs Pyotr kilsəsidir Vatikanda yerləşən. Bəli, Michelangelo'nun Pieta heykəli hal-hazırda Vatikanda yerləşən baroko üslubunda olan Müqəddəs Pyotr kilsəsindədir. Bunu da belə yadda saxlayırıq. 53-cü suala baxaq. Baroko və rokoko memarlıq üslubunun xüsusiyyətləri. Baroko və rokoko memarlıq üslubunun xüsusiyyətləri. Baroko üslubunda təmtəraq var, dəbdəbə var, amma rokoko üslubunda sadəlik var, zəriflik var, incəlik var. Yəni baroko üslubunda nə var? Təmtəraq, dəbdəbə, monumentallıq, möhtəşəmlik baroko üslubunda varsa, amma rokoko üslubunda sadəlik var, incəlik var, zəriflik var. Yəni bu üslublar arasında olan fərqlər bunlardır. Biri dəbdəbəli üslubdur, biri sadə üslubdur. Belə deyək, dəbdəbəli olan üslub barokodur, sadə üslub rokokodur. 54-cü suala baxaq. Rokoko üslubu neçənci əsrdə və harada yaranmışdır? Rokoko üslubu neçənci əsrdə və harada yaranmışdır? 18-ci əsrdə Fransada yaranmışdır. Rokoko memarlıq üslubu 18-ci əsrdə Fransada yaranıbdır. Baroko üslubu ilə rokoko üslubunun fərqini az öncə dedim. Fərqi nədədir? Rokoko üslubu sadədir, incədir, zərifdir. Baroko üslubu dəbdəbəlidir, təmtəraqlıdır, möhtəşəmdir.
və sair. Yəni baroko üslubu ilə rokoko üslubunun fərqi budur. Baroko üslubu dəbdəbəli üslubdur, təmtəraqlı üslubdur, möhtəşəmlik var, monumentallıq var baroko üslubunda, amma rokoko üslubu isə sadə üslubdur, incə və zərif üslubdur. İncəlik, sadəlik və zəriflik var. İncəlik, sadəlik və zəriflik rokoko üslubuna aid oldu. Bəli, bu üslublar arasında olan fərqləri bunlardır. Baroko üslubu dəbdəbəli üslubdur, rokoko üslubu sadə üslubdur. Belə yadda saxlayaq. 56-cı sualımız Versal sarayı hansı memarlıq üslubuna aiddir? Versal sarayı hansı memarlıq üslubuna aiddir? Versal sarayı deməli rokoko memarlıq üslubuna aiddir. Rokoko memarlıq üslubuna aiddir və Versal sarayı Fransanın paytaxtı Parisdə yerləşir. Bəli, Versal sarayı da aid oldu rokoko memarlıq üslubuna. Rokoko memarlıq üslubuna aid olan Versal sarayı da Fransanın paytaxtı Parisdə yerləşir. Nəhayət bitdi. İndi gəldik əsas açar sözlərə, açar məqamlara. Diqqət yazdığım hissəyə baxaq. Antik üslubda nə var? Sütunlar var. Bəli, antik üslubda nə var? Sütunlar var. Məsələn, Parfenon məbədi sütunlardan ibarət idi. Bizans üslubunda nə var? Günbəz var. Bəli, Ayasofyada nə var idi? Günbəz var idi. İntibah barokoda günbəz yarımkürə şəklindədir. Bəli, intibah və baroko üslubunda günbəz yarımkürə şəklindədir. Bəli, intibah üslubunda və baroko üslubunda. Bax, intibah üslubunda və baroko üslubunda günbəz yarımkürə şəklindədir. Günbəz hansı şəkildədir? Yarımkürə şəklindədir. Günbəz yarımkürə şəklindədir. İntibah üslubunda və baroko üslubunda. Bəli, intibah və baroko üslubunda günbəz yarımkürə şəklindədir. İntibah və baroko üslubunda günbəz yarımkürə şəklindədir. Məsələn, intibah üslubunda olan Müqəddəs Mariyanın Çiçəyi kilsəsinin günbəzi yarımkürə şəklində idi. Baroko üslubunda olan Müqəddəs Pyotr kilsəsinin günbəzi yarımkürə şəklində idi. Bax, bütöv günbəz, eləcə günbəz sözü varsa Ayasofya yada düşməlidir, Bizans üslubu yada düşməlidir. Yox, günbəz yarımkürə şəklində deyirsə, günbəz yarımkürə şəklində deyirsə, o zaman intibah üslubu və baroko üslubu yada düşməlidir. Çünki Müqəddəs Mariyanın Çiçəyi kilsəsi və Müqəddəs Pyotr kilsəsinin günbəzləri yarımkürə şəklindədir. Yarımkürə şəklindədir. İntibah üslubuna aiddir. Tağlar qövsvari şəkildə, tağlar qövsvari şəklində intibah üslubuna aiddir. Simmetriya, asimmetriya anlayışları intibah üslubuna aiddir. Simmetriya, asimmetriya anlayışları intibah üslubuna aiddir. Sonra antik dəyərlərin inkişafı, bu da intibah memarlıq üslubuna aiddir. Nisbətən uzadılmış sütun və nisbətən uzadılmış tağlar. Bəli, nisbətən uzadılmış sütun, nisbətən uzadılmış tağlar, nisbətən uzadılmış pəncərələr. Bunlar hamısı gotik memarlıq üslubuna aiddir, gotik üsluba aiddir. Vitrajlarla bəzədilmə, fasadın zəngin oyma detallarla bəzədilməsidir. Nə bilim, vitrajlarla bəzədilməsidir. Vitrajlarla bəzədilməsi. Bunlar hamısı gotik memarlıq üslubuna aid xüsusiyyətlərdir. Sonra tağ şəkilli formada qapı və pəncərə oyuqlarının olması da Roman memarlıq üslubuna aiddir. Tağ şəkilli formada qapı və pəncərə oyuqlarının olması dedik Roman memarlıq üslubuna aiddir. Deməli, günbəz oldu. Hansı memarlıq üslubunda günbəzlərə rast gəldik? Bizans memarlıq üslubunda günbəzə rast gəldik. İntibah memarlıq üslubunda günbəzə rast gəldik. Bir də baroko memarlıq üslubunda günbəzə rast gəldik. Bütöv günbəz Bizans üslubunda oldu. Yarımkürə şəklində olan günbəz isə intibah memarlıq üslubunda oldu. Bir də baroko memarlıq üslubunda oldu. Sonra gəldik memarlıq abidələrinin aid olduqları memarlıq üslubları. Bunları artıq öyrəndik. Parfenon məbədi dedik, antik memarlıq üslubuna aiddir. Ayasofya məscidi Bizans memarlıq üslubuna aiddir. Pizan kilsəsi Roman memarlıq üslubuna aiddir. Notre Dame kilsəsi gotik memarlıq üslubuna aiddir. Müqəddəs Mariyanın Çiçəyi kilsəsi intibah memarlıq üslubuna aiddir. Müqəddəs Pyotr kilsəsi baroko memarlıq üslubuna aiddir. Versal sarayı isə rokoko memarlıq üslubuna aiddir. Deməli, burada isə bu konspektdə isə memarlıq abidələrinin adı, yerləşdiyi yer və aid olduğu üslub göstərilibdir.
Yəni bunları belə də öyrənə bilərik. Məsələn, Versal sarayı dedik, Fransada, Parisdə. Versal sarayı, deməli, rokoko üslubunda olan Versal sarayı dedik, Fransada, Parisdə yerləşir. Fransada, Parisdə yerləşir. Versal sarayı. Müqəddəs Pyotr kilsəsi dedik, Vatikanda yerləşir. Müqəddəs Pyotr kilsəsi dedik, Vatikanda yerləşir. Müqəddəs Pyotr kilsəsi də baroko üslubunda idi. Sonra Müqəddəs Mariyanın Çiçəyi kilsəsi İtaliyada yerləşir. İntibah memarlıq üslubuna aiddir. Notre Dame kilsəsi Fransanın paytaxtı Parisdə yerləşir. Notre Dame kilsəsi Fransada, Parisdə yerləşir. Gotik memarlıq üslubuna aiddir. Pizan kilsəsi İtaliyada yerləşir. Bu da Roman memarlıq üslubuna aiddir. Aya Sofya məbədi məscidi Türkiyənin İstanbul şəhərində yerləşir. Bizans memarlıq üslubuna aiddir. Parfenon məbədi də Yunanistanın paytaxtı Afinada yerləşir. Deməli, antik memarlıq üslubuna aiddir. İndi gəldik burada memarlıq üslublarının yarandığı dövr və yarandığı yerə. Bu sxemi əzbər bilməliyik. Məsələn, antik memarlıq üslubu dedik, bizim eradan əvvəl 5-ci əsrdə yaranıbdır. Bizim eranın düz 8-ci əsrinə qədər davam edibdir. Yaranıb qədim Yunanistanla qədim Romada. Bizans memarlıq üslubu 6-cı əsrdə yaranıbdır. Bizans imperiyasında yaranıbdır. Bizansda yaranıb. Roman memarlıq üslubu 10-cu 12-ci əsrləri əhatə edir. Qədim Romada yaranıbdır. Gotik memarlıq üslubu 12-ci 16-cı əsrləri əhatə edir əsasən. 12-ci 16-cı əsrləri əhatə edir. Gotik memarlıq üslubu əsasən Avropa ölkələrində yaranıbdır. İntibah memarlıq üslubu 15-17-ci əsrləri əhatə edir. Yaranıbdır Avropa ölkələrində. İntibah memarlıq üslubu baroko memarlıq üslubu 16-17-ci əsrləri əhatə edir. Yaranıbdır İtaliyada. Rokoko memarlıq üslubu 18-ci əsrdə yaranıbdır Fransada. 18-ci əsrdə Fransada yaranıbdır rokoko üslubu və bu üslubların həm yarandığı dövrü, yarandığı yeri, aid olduğu memarlıq abidələrini, xüsusiyyətlərini mütləq bilməliyik. Bir də üslubların xronoloji ardıcıllığını bilmək lazımdır. Antik, Bizans, Roman, Gotik, İntibah, Baroko, Rokoko. Xronoloji ardıcıllığı, əsrləri, xüsusiyyətləri, aid olduğu memarlıq abidələrini mütləq əzbər bilməliyik. Burada da əsrlərdir. Bunları öyrənmək lazımdır. Burada da yenə əsrlərin konspekt formasıdır. Hansı üslub neçənci əsrdə, harada yaranıbdır. Bu da Pizza gülləsidir. Pizan kilsəsinin arxasında yerləşən məşhur Pizza gülləsidir. Pizza gülləsidir. Əyilən güllə də deyilir. Baxın, bu da roman üslubundadır. Bəli. Pizza gülləsi İtaliyada yerləşir. Pizan kilsəsinin düz arxasında yerləşir. Pizza gülləsi roman üslubuna aiddir bu da. Görürsünüz, tağ şəkilli formadadır. Yıxılan güllə də adlanır, əyilmiş güllə də adlanır. Sonra bu da ekranda gördüyümüz bu tikili də deməli Milanda yerləşir. İtaliyanın Milan şəhərində yerləşən Milan kafedralıdır. Bu da gotik üslubdadır. Görürsünüz, gotik üslubdadır. Notre Dame kilsəsi ilə bir-birinə bənzəyir. Çünki eyni üslubdadır, gotik üslubdadır. Bəli, Milan kafedralı İtaliya, Milan kafedralı İtaliya. Milan kafedralı məşhur, Milan kafedralı İtaliya, gotik memarlıq üslubu. Bu da gotik memarlıq üslubuna aiddir. Görürsünüz, gotik memarlıq üslubunda olan memarlıq abidələri bir-birinə bənzəyir xarici görünüşünə görə. Görürsünüz, hündür güllələr, hündür qapılar, hündür pəncərələr. Yəni, ona görə gotik üsluba yuxarıya doğru ucalan üslub deyilir. Bəli, ona görə gotik üslub yuxarıya doğru ucalan üslub adlanır. Köln kafedralı Almanya. Köln kafedralı Almaniyada yerləşən belə bir gotik üslubunda olan memarlıq abidəsi. Almaniyada yerləşən Köln kafedralı da gotik üslubdadır. Sonra Bakıda yerləşən məşhur İsmailiyyə sarayı da gotik üslubdadır. Baxın, Bakıda yerləşən məşhur İsmailiyyə sarayı budur. Və bu məşhur İsmailiyyə sarayının memarı məşhur memar İosif Ploşkodur. Yəni, məşhur memar İosif Ploşko Bakıda əsasən gotik üslubda olan memarlıq abidələrini tikibdir. Və bu ekranda gördüyümüz məşhur İsmailiyyə sarayı da gotik üslubundadır. İsmailiyyə sarayı, Bakı,
Gotik memarlıq üslubu, Memar Yosip Ploşko. Memar Yosip Ploşko tərəfindən tikilmiş məşhur İsmailiyyə sarayı gotik memarlıq üslubuna aiddir. Bu da Saadət sarayıdır, Bakıda yerləşən. Bu da gotik memarlıq üslubuna aiddir. Bunda Memar Yosip Ploşko tikibdir. Memar Yosip Ploşko, gotik memarlıq üslubu, Saadət sarayı, Bakı. Bu da gotik memarlıq üslubudur. Sonra Azərbaycan Dövlət Filarmoniyası, burada da 2 üslub var. Bir də məşhur Ermitaş muzeyi də baroko üslubundadır. Məşhur Ermitaş muzeyi də baroko üslubundadır. Baroko üslubunda olan bir memarlıq abidəsi. Ermitaş muzeyi, bəli, Ermitaş muzeyi də baroko memarlıq üslubuna aiddir. Memarlıq üslubları haqqında bu qədər. Bu axırda verdiyim memarlıq abidələri, məsələn, bunlar dərslikdə yoxdur. Sadəcə həmin memarlıq üslublarına aid nümunə olaraq qoymuşam ki, məsələn, bu Milan katedralıdır, İtaliyada yerləşən bu gotik üslubdadır. Məsələn, Almaniyada yerləşən Köln katedralı gotik üslubdadır. Bu İsmailiyyə sarayı o heç dərslikdə verilibdir, gotik üslubdadır. Saadət sarayı dərslikdə yoxdur, əlavə olaraq qoymuşam ki, yəni gotik üslubdadır. Saadət sarayı da Bakıda yerləşən. Yəni bax belə, Ermitaş muzeyi də baroko üslubundadır. Ermitaş muzeyi də dərslikdə yoxdur. Sadəcə nümunə olaraq qoymuşam ki, baroko üslubunda olan abidələrdən biri də məhz Ermitaş muzeyidir. Bu qədər, sağ olun.